Bismillahirrahmanirrahim. Bərzəx aləmində vaxt necə keçir? Hamı üçün eynidir, yoxsa bəziləri üçün tez keçir, bəziləri üçün gecdir? Bu barədə sual soruşurlar. Bərzəx aləmində insanları bir növ 3 qrupa bölmək olar. Bəzi insanlar, mömin insanlar üçün vaxt o qədər ləzzətli keçəcək ki, onlar vaxtın keçməyini hiss eləməyəcəklər. Təmsil ünvanında qeyd eləyək ki, bu dünyanın 100 ili onlara bir an kimi gələcək bərzəx aləmində və onlar bərzəx behiştinin neymətlərindən bəhrələnəcəklər. Bəzi insanlar isə kafirlər bunun tam əksi olaraq bir an, yenə deyirəm, təmsil olaraq bu dünyanın 100 ili kimi gələcəkdir onlara və onlar o əzabı o qədər çətin olacaq onların bərzəx aləmində və arzuları bu olacaq ki, onlar elə qiyamətin cəhənnəmini görməsinlər. Bərzəx aləmindəki o əzab o qədər onlara çətin olacaq ki, təsəvvür etmək istəmirlər ki, qiyamətin cəhənnəmi onlar üçün necə olacaq və onlar üçün belə çətin keçəcəkdir. Və üçüncü qrupda bir növ düşüncə, mədəniyyət baxımından zəif salınmış və müstəzəf insanlardır və onlar sanki yuxuda olacaqlar və onların bərzəxdə o zamanın mənası olmayacaq və qısa bir yuxu kimi onlara keçəcəkdir və bir çox hədislərə əsas.